Bax bu misalların hamısını izahını verəcəm bir-bir izahlı şəkildə. Yəni birbaşa misalın həlli yox, izahlı şəkildə verəcəm, həllini başa düşmək şərti ilə. Mən sizə çıxardım, məsələn, deyəndə 12-ci suala cavab ver, çıxıb mən 12-ci sualın həllini yazın orada. Yəni mən bunu izahı da atım sizə, sonra mövzunu da başa salım. Ondan sonra sən çıxıb sual yaza bilmirsənsə, yalandan yəni gəlib getməyin. Burada nə sənə, nə mənə heç bir faydası yoxdur. Aydındır. Ona görə izahını verəcəm bunların bir-bir. Baxın öyrənin. Bir-bir də soruşacağam. Hamı cavab versin. Deməli, birinci sual nə deyir? Deyir 6x kvadrat çıxılsın deyir. Standart şəkildə demək üçün oxşarları biz toplayıb çıxmalıyıq. Düzdür? Yazıb 6x kvadrat. Bunu naziləşdirim. 6x kvadrat çıxılsın 4xy üstəlik y kvadrat çıxılsın 3x kvadrat çıxılsın 2x kvadrat üstəl 4xy. Eyniləri xəttəyirəm. Bax, baxıram burada 6x kvadratla 3x kvadratdır. Bir də 2x kvadratdır. Bunlar eynidir. Düzdür? Sonra mənfi 4xy ilə mənfi 4xy ilə baxıram müsbət 4xy. Bax, bunlar xy də ikisi də eynidir. Bunlar da xəttədiyim. Y kvadrata tək qaldı. Deməli 6x kvadratdan 3x kvadrat. Bax, 6 çıxılsın 3. Nə qədər qaldı? 3. 3-dən də bir dənə 2 çıxıram. Neçə qaldı? Bir dənə. Yəni x kvadrat. X kvadrat. Düzdür? Bu mənfi 4xy-dir. Bu da müsbət 4. Mənfi ilə müsbət 4-ün yeri. Çünki mənfi 4-ün üstündə müsbət 4 yerində 0 qalır. Bunlar getdi. Qaldı bir dənə y kvadrat. Üstəlik y kvadrat. X kvadrat üstəlik y kvadrat. Gördünüz? Yəni eyniləri apara bilərəm. Bax, 6 burada müsbətdir. Bax, deyirəm. Mənfi 3. Görürsən, altdan 3 çıxanda 3. Çıxılsın 2. Bax, görürsən, çıxmadı. Qaldı bir dənə. X kvadrat. Y kvadrat təkdir, qutardı getdi. Qaldı burada B variantı. Bir də B. Bax, belə. Həllində qəşəng yazarsınız. 1 qoyarsınız. Bax, bu formada köçürdər. Saxla videonu, köçürt. Pozuram. Yəni köçürt demirəm. Yəni öz həll eləyin. Bilmədiyiniz şeyi buradan baxın, öyrənməyə çalışın. Yəni yalandan yox. Deyəcəm, sual verəcəm. Nəyə, nə üçün? Da deyirəm ki, oradan buradan öyrənməyəsiniz. Və yaxud da ki, bir dənə sualda eləyib çarəsiz qalıb bütün misalların başını buraxmayasınız. Ona görə bunu atıram. Eyni qayda ilə bax bu. Bu olsun bu. Baxıram 3x kvadrat. Bu da x kvadrat. Mənfidir də bir dənə xət. Bu xy. Bu da 2xy. 2 dənə xət. Bu, bax görürsən, bu mənfi 2y kvadrat, müsbət 2y. Bunlar bir-birinin yeri də, mənfi ilə müsbət. Mənfi 2-nin üstündə müsbət 2, 0. 3x kvadratdan çıxanda bir dənə, bax, burada çıxma 1-də, çıxanda bir dənə qalacaq 2x kvadrat. Düzdür? Mənfi 3xy, mənfi 3-dür. Mənfi 3-ün üstündə 2 gələn neçə edir? Mənfi 1. Çıxılsın 1, xy. Yəni 2x kvadrat çıxılsın y. 2x kvadrat çıxılsın xy. Bu dedi C variantı. Gördünüz? Sonra dərəcə. Dərəcə ən böyük götürülür. Bax, burada 3x üstü 4'dür. 3x üstü 4. Amma bu 3-dən 2 var. 5'dir. Görürsünüz. Kitabı qoyun qabağınıza baxın. Yəni burada görəndə çətinlik çəkirsiniz. Burada da 3'dür. Hansı ən böyükdür? 5'dir. Dərəcə ən böyük olan olur. 5. C variantı. Gördünüz? Dərəcəsini tapın. Yenə. Bunun dərəcəsi 2'dir. 2 A üstü 2'dir. Bunun dərəcəsi A üstü 2, B üstü 1 var. 3'dür. Bunun dərəcəsi 4'dür. Qutardı getdi. Ən böyük dərəcə 4'dür. B variantı. Standart şəklə gətirin. Standart şəklə gətirəndə baxıram ki, burada 7x üstü 4 var. Burada da 5x, mənfi 5x üstü 4 var. Düzdür? 7-dən 5 çıxan neçə edir? 2. 2x üstü 4. 6x üstü 3 var. Daha başqa heç nə yoxdur. Üstəl 6x üstü 3. Çıxılsın 3. Çıxılsındır bu. Baxın. Üstəlinsindir. Üstəlinsin 3x kvadrat. Standart şəklə gətirin və əmsalları hasil. Əmsal nədir? 2'dir. 6'dır, 3'dür. 2 6'ın 12 vuranda 3'ə eləyir 36. C variantı. Standart şəklə gətirin və əmsalları hasilini tapın. Yenə 6a kub, bir də çıxılsın 3a kub. Görürsünüz, mənfisi var. Altdan 3 çıxan nə qədər? 3a kub. Üstəlik 2a kvadrat. Üstəlik 4a. Bunu da başqa heç nə eləyənmərəm buna. Bu olda kimi qalır. Gətirin və əmsallar. Əmsal 3'dür, 2'dir, 4'dür, 3, 2'nin 6, 6, 4'dür, 24. C variantı. Sadə sualdır, bunu bilərsiniz. Əmsalları cəmini tapın. Bu rahatdır lap. Burada heç oxşarda heç nə yoxdur. 2'dir, biri mənfi 3'dür. Cəmini tapın, tapıram da. Üstəlsin 7'dir. 2'dir, mənfi 3'dür. Bax 3 deməyin. 2'dir, mənfi 3'dür, bir də 7'dir.
2-nin üstünə mənfi 3, 2-dən 3 çıxmaq deməkdir də. 2 çıxılsın 3. Üstəlik 7. Sanki bunu ardıcıl yazırsan da. Bax x-ləri atırsan oyuna bax. Bax belə deyir. Sual belə deyir. 2x kvadrat. Bax buradan yazıram. 2x kvadrat çıxılsın 3x üstəlik 7. X-ləri atırsan oyuna yazsın 2 çıxılsın 3 üstəlik 7. 2-dən 3 mənfi 1 üstünə 7 6. Bax belə. Elədir D variantı. Əmsallar bax nə yazıb? 5x üstü 4 yazıb 8-ci sualda. 5x üstü 4 üstəlik 4x'in kubu çıxılsın 3x kvadrat çıxılsın 2x. Əmsallar demir. Baxıram ortaq heç nə yoxdur bunlar standart. Standart şəkildədir. 5 üstə gəl 4 çıxılsın 3 çıxılsın 2 su. 5 üstə 4 9 9-dan 3. 6 6-dan da 2 4. D variantı. Bax belə. Sərbəst təd. Sərbəst təd olur. Sərbəst A-sız olan 6. D variantı. Sərbəst təd 3. X-sız olan X-sız Y-siz olan 3. C variantı. Cəmini tapın. Bax biri x minus 4'dür. Üstə əlinsin mənfi 5x plus 2. Toplayıram da. Həmin şeydir. Bax üstə əlimənin mötərizəyə heç bir dəxli yoxdur deyə yazıram. X üstə gəl 4. Üstə əlimənin dəxli yoxdur. Ona görə çıxılsın 5x. Bu da üstə əl 2. Dəyişmədi heç nəyə görürüz. X-dan 5x çıxan nə qədər eləyir? Mənfi 4x. 4-ün də üstünə 2 eləyir 6. Üstə əl 6. Hə, bu mənfi 4 deyə. Mən plus 4 yazmışam burada. X minus 4'dür. Hə. Mənfi 4'ün də üstünə 2 eləyir mənfi 2. Eləyir çıxılsın 2. Bax belə də x minus 4'dür. Mənfi 5x plus 2'dir. Bax. Mənfi 4x minus 2. Bax burada saçmayın. A variantı. Bunu yazım 11'i. X minus 4 bir də mənfi 5x plus 2. Mən sizə demişdim. Ta ki A çox hədlisi elə bir verib bax x minus 4. B çox hədlisində verib mənfi 5x plus 2. Deyib bunların cəmini tap. Cəmini tapanda heç nəsiz x heç nəsiz yazsan. Bax birinci bunu yaz, sonra onu yaz. Əgər bu mənfisini çaşdırırsa. X minus 4 yazıb, üstünə gəlib mənfi 5x yazıram deyə bu mənfinin mötərizə yazıram ki, dalbadal olmasın da. Üstəlik 2. Tutardı 7. Bu da bərabərdir. X çıxılsın 4, çıxılsın 5x. Çünki müsbətlə mənfi bir-birinə dəyəndə mənfi olaraq çıxılsın 5 plus 2. X-dan 5x çıxanda qalır mənfi 4x. Mənfi 4-ün də üstünə 2 çıxılsın 2. Tutardı. Mənfi 4x çıxılsın 2. Gördünüz? Bu da A variantı 11'də 12. Mənfi 2x plus 3 ilə x minus 7. Bax 12. Mənfi 2x plus 3 ilə mənfi 2x plus 3 ilə plus x minus 7. Bunların cəmi. Mənfi 2-nin üstünə 1. Eləyir nə? Mənfi 1 x düzdür. 3-dən də 7 çıxanda 3-dən də 7-ni çıxırsan da. Çünki çıxmadı bu. Minus 4. Yəni x mənfi x minus 4. Mənfi x minus 4. B variantı. Gördünüz? Sadələşdirin. Bax, buradan nə eləməlisən? Altda biri həm 18'ə vurursan, həm də 24. Bax, yazılıb. Bax, 13 yazın buradan. Altda bir vurursun 18n plus 24n. Yazaq burada. 13. Altıda bir vurulsun 18 n plus 24n. N plus 24n. Burada nə yazılıb? Çıxılsın 4 vurulsun 2n plus 9. Çıxılsın 4 vurulsun 2m plus 9. Harada qaldı bu? Hə. Plus 5m plus 37. Plus 5m plus 37. Şimdi bunu yazıram. Baxın. Altıda 1'i vururam 18m'ə. İli nə qədər? Altıda 1 vurulsun 18m. Üstə əlinsin. Altıda 1 ikisine də vurmalıyam. Çünki mütərizənin çölündədir. Altıda 1 vurulsun 24n. Minus 4'ü 2'ye vurun 8m. Baxın müsbət mən. Minus 36. Çünki mənfi 4'dür də vuranda müsbət 9'a çıxımı eləyəcək. Minus 36 plus 5m plus 37. Altdan 18 gedir qalır 3. 3m 6 ilə 24 qalır 4. Plus 4n çıxılsın 8m minus 36 plus 5m plus 37 yazdım. Baxıram bax 3m buradadır. 8m mənfi 8m 3m mənfi 8m oxşarlar var da burada. Bir də 5m. 5m. Görürsünüz? 3'dən 8 çıxanda mənfi 5 eləyir. Üstünə 5 gəlinir 0. Bunlar hamısı bir-birini yedi.
5'in üstünə 3 8 eləyirdi. 8. Qaldı 4'in. 4'in tək qaldı. Mənfi 36 bu da 37. 37'dən elə 36 çıxmaq deməkdir. Mənfi 36'nın üstünə 37 gəlmək 1. Plus 1. 4'in plus 1. Tutardı 7. B variantı. 12. 14 öz yazın. 14'e baxacam. Dəftərinizə mütləq baxacam. 14 lap sadədir. 15. 3x1 həllisi ilə hasilini tapın. 3x kvadrat vurulsun 3x minus y. Bax bunu mötərizədə yazmaq lazım. Götürüb bölbərə yazmayın. İkinci sualı mötərizədə yazıb bir-birinə vurmaq lazımdır. Bunu vuracam buna. 9x'in kvadratı bu da 1'dir. Kubu. Bu da çıxılsın. Çünki burada çıxma var. Çıxılsın 3x'in kvadratı y. 9x'in kubu çıxılsın 3x'in kvadratı y. B, A variantı. Hasilini tapın. 2AB'ni vuracaqsan 2A çıxsın B'yə. Bax eyni bundandır. Aydındır. 16'ını düz yazacaqsınız. Keçən neçə? 17'yə. Bu səhifə neçə idi? 136. Bu neçə idi? Görün düz yazıram. 135. Aha, 136-cı. Standart şəkillərini və bunu demişəm sizə uşaqlar. Nəyin yürüyük? Bax birincini vururuq buna. Sonra bunu vurursan buna. Düzdür. Sonra ikincini buna. Bunu da buna. Bax x'i vuranda 4x eləyir 4x'in kvadratı. Çıxılsın 5x. Plus 12x. Minus 15. Çünki 3'ü vururam axı mənfi 5'ə. Düzdür. 3 mənfi 15. Düzdür. Şu. 4x kvadrat qalır yerində. Vay, nə oldu? Sildim. Yox. Hə. 4x kvadrat qalır yerində. Düzdür. 4x kvadrat qalır yerində. Hə, bunu səhv daşımışam mən. Bunu daşımışam başqasının üstünə. 17 tane. Buraya gəlməliydi bu. Hə. Neysə, qalsın burada. Təzədən vurun bunu. 17'də. X'i vurdum 4x ilə 4x kvadrat. Düzdür. Sonra x'i vururam mənfi 5'ə. Eli çıxılsın 5x. Bax işarələrə diqqət. İşarələrə diqqət eləmişsiniz, əsəbləşirəm. Sonra 3'ü vururam 4'ə. Eləyir 12x. Çıxılsın da bu müsbətdir, mənfidir. Çıxılsın 15. So, qaldı nə? 4x kvadrat mənfi 5'in üstünə 12 7 eləyir. Üstəlik 7x. Başaqlar mənfi 5 üstəlik 12. Mənfi 5 üstəlik 12. Bu elə 12 çıx 5'dir. Eyni şeydir bu. 7'dir. Və yaxud da mənfi müsbət olanda böyüdən balacan çıxıb böyüyün işarəsini atsan. 12'dən 5'e çıxsan 7, 7 müsbətdə işarə qalır. 7. Minus 15. Bizə deyir x'in əmsalı. X nədir? Budur. Bunun əmsalı neçədir? 7. Aydındır. A variantı. Bax belə saxlayıb yazarsınız. Belə. Sonra 18 eyni bundandır. 19 sərbəstdir. Yəni axırda nə qalacaq tək? Sərbəstdir. Axırda məsələn x-siz qalan var, odur. X-in kvadratının əmsalını tapacaqsınız burada. Burada x-siz qalacaq, sərbəstliğini tapacaqsan. Mənfi 6 eləyəcək axırda elə sərbəstlik burada. Vurub tapanda görəcəksiniz. Burada mənfi 9 eləyəcək. Yəni vurub tapıb baxacam dəftər üzrə. Vurub görün necə tapırsınız. Düzbucaqlının uzunluğu x plus 2, eni də x-in sahəsini çoxaltı edirsiniz. Uşaqlar, düzbucaqlının sahəsini tapmaq üçün en uzunluğuna vurmamalıyam. Demək burada uzunluğu x plus 2 dirsə, mən x plus 2-ni vurmalıyam x minus 3'ə. Qutardı getdi. Bunu pozum burada. Burada yazmaq olar ya. X plus 2'ni vuracam nəyə? X plus 3'ə. Düzbucağın uzunluğu x plus 2, eni də x minus 3. X plus 2 vurulsun x minus 3. Ben bunu vuracaq bir-birinə inşallah. Tapacaq. X-i x-a x-in kvadratı. Çıxılsın 3x. Üstəlik 2x. Çıxılsın 6. Bunu da başqa cür deyə bilmərəm. X-in kvadratı. Bu mənfi 3'dür, bu 2'dir. Qaldı mənfi x. Çünki mənfi 3'ün üstündə 2 gəlir, mənfi 1 eləyir. Mənfi x çıxılsın 6. Tutarlıqda sahəsi oldu. X-in kvadratı minus x minus 6. C variantı. Düzbucağın uzunluğu x minus 1 və n x plus 3 olarsa sahəsini çox. Bu da həmin şeydir. Vuracaqsan bir-birinə. Ortaq vurğun mötərizə. Hə, ortaq vurğun mötərizə xaricinə çıxartmaq nədir? Bunu izah edeyim. Bunu desən deməmişəm. Ya demişəm ya deməmişəm. Nəysə də ortaq vurğun mötərizə xaricinə çıxartmaq. Məsələn yazmışam bura belə. X-in kvadratı. Burada yazmışam 4x-in kvadratı y.
Bax burada ikisində də ortaq olan nədir? X-in kvadratı. Mən bu x-in kvadratını çölə çıxardaram. Bölmək deməkdir ona. Bunun yerində nə qaldı? Çıxartdım da x-in kvadratını çölə. Qaldı bunun yerində 1. Üstələnsin. Bunun yerində qaldı 4y. Bax çıxartdım çölə. Gördünüz? Və yaxud yazılıb belə xy üstəl xz. Baxıram ki, ikisində x var. X-i çıxardaram çölə, vurma qoyuram. Y üstəgəl z. Gördünüz? Və yaxud da ki, məsələn, başqa bir şey yazılıb. Məsələn, yazılıb belə. 4a-nın kvadratı b üstəl 4a-nın kubu b-nin kvadratı. Deyirsən, müəllim, ikisində də 4 var. A-nın kvadratı ikisində də var. Burada a üstü 2 var, burada a üstü 3 var. Demək, a-nın kvadratı bunun içində var da. Burada var a-nın kvadratı. Burada b var, amma burada b-nin. Demək, 4a-nın kvadratı b ikisində də var. Bunu götürdüm, bunun yerində heç nə qalmadı. 1 qaldı. Üstənsin, burada nə qaldı? Bir dənə a qaldı. A-nın kvadratı getdi. A-nın kubunun kvadratı getdi. Qaldı a-nın bir dənə a. B-nin kvadratından b getdi. Qaldı bir dənə b. 1 üstəl a-b. Görürsünüz? Ortaq olan bir şeyi çıxartdım mütçölədə. Vururam. Məsələn, yazılıb belə. X-in kvadratı y üstənsin x üstü x. Məsəl üçün x y-in kvadratı. Deyirsən, mənim ikisində də x-in kvadratı yoxdur, amma x var. Amma ikisində də y-in kvadratı yoxdur, amma y var. X, y çıxartsam, mənim bax, birincidə tək bir dənə x qalacaq. İkincidə də nə qalacaq? Bax, x, y çıxartdım, ikincidə də bir dənə y qalacaq. Üstənəsin x plus y. X, y vurulsun x plus y. Bax, ortaq vurğu mütəzə xaricdən çıxartmaq budur. Eyni şeyi çıxartdım. Bax, burada da məsələn, hanı o? Lənətə gəlmiş. Hə. Bax, 4x kvadrat plus 8xy yazıb. 4x kvadrat plus 8xy yazıb. Uşaq 4 ikisində də var. X da ikisində də var. Bundan 4x'i çıxartdım. Nə qədər qaldı? Bir dənə x qaldı bunda. Bax, vuranda 4x kvadrat edir. Görürsən? Üstənsi 8-i 4-ə böləndə 2 eləyir. Bax, bölürəm 4-ə. X getdi, qaldı y. 4x'i çıxartdım, qaldı x plus 2y. 4x vurulsun x plus 2y. B variantı. Görürsünüz? Məsələn, burada üçündə də 5 var. 5-i çıxartsan çölə, birincisində a qalır. Üstənsin. Onu 5-ə böləndə 2b. Çıxırsın 5ac. Gördünüz? D variantı. 5'e böldüm də. Şu. Həqiqətən bax 5'e vuranda 5a, 5'e vuranda 10b. Bax görsən alınır bu. 5'e vuranda 25ac. Görsən? Bax belə. Sonra bax burada bax bunun ifadənin qiymətini istəyir. Bax mən bu ikisindən bax biri x-in kvadratı y-dir. Plus biri x y-in kvadratıdır. Bax bayaq yazdım. İkisində də x y var. X y çıxaracağım şöyle. Birincisində x qalacaq. Bax x y çıxartdım. Birincisində x y getdi. Qaldı bir dənə x. Üstəlik ikisinin içində də x y getdi. Qaldı bir dənə y. X y verin mənə 4. 4 yazacağım əvəzinə. Vurulsun. X plus y də 8 verib. 4 8 neçə eləyir? 32. Qutardı getdi. A variantı. Gördünüz? 25 belə. A-nın kvadratı B, AB. İkisindən də AB-ni çıxartsam çölə. Birincisində qalacaq A, üstəlik ikincisində B. Bax, vuranda həmin şey olur. A-nın kvadratı B, üstəlik A, B-nin kvadratı olur. Bax, görsən həmin şey alınır. Ona görə AB ikisində də var deyə çıxartdım AB-ni çölə. Heç nə. AB-ni verin mənə 2. AB-ni əvəzinə yazıram 2. Vurulsun. A plus B-ni yazıb 3. 2 3-ünü eləyir 6. B variantı. Gördünüz? 26 da ondandır. 27. Bax 27'ye baxın. Bax ikisində A var. A-nı çıxardıram çölə. Qalır B üstəgəl 3. Düzdür? Bu ikisində 2 var. Üstəgəlin 2-ni çıxardıram çölə. Qalır B üstəgəl 3. Gördünüz? İndi bu ikisində də B üstəgəl 3 var. B üstəgəl 3'ü çıxardıram çölə. Bunda nə qaldı? A vurulsun. Bax bir dənə mütəriz. A. Bunda da qaldı 2. Üstəgəl 2. Gördün? A, B üstəgəl 3 vurulsun A üstəgəl 2. Bax bu. B variantı bax. A üstəgəl 2, B üstəgəl 3. A üstəgəl 2, B üstəgəl 3. B variantı. Gördünüz? Bax məsələn elə bir belə yazıb da. Bax bir dənə izah verim məsələn burada. Məsələn yazılıb belə. 6A üstənsin. Tutaq ki 18. Üstənsin A plus 3A plus 9. Bu ikisindən 6'nı çıxardıb çölə məsələn. Bu ikisindən də 3'ü çıxardıb.
Məsələn bu ikisinin 6-nı çıxardığından sonra burada 6 getdi qaldı burada A üstəgəl 18-i 6-ya böləndə 3 bölürsən də 6-ya. Çünki 6A 18 görürsən eyni şey alınır. Üstəgəl bu ikisini də 3-ü çıxardıram sonra qalır A plus 9-u isə böləndə 3. Görürsən indiki A plus 3 ikisində də ortaqdır. Gördünüz? A plus 3 ikisində də ortaqdır. A plus 3 çıxardır çölə. Qalır birində 6, birində də qalır 3. Məsəl üçün də, yəni olur nə? 9 vurulsun A plus 3. Məsəl üçün belə yazdım da, indi bu belə yazmayıb o məsəl. Burada rahatdır 6-nın üstünə 3 gəlsin 9-a eləyir. Üstənsə 27, 9 çıxardım A plus 3. Belə də yaza bilərdim məsəl üçün. Lap 6 plus 3 belə də qala bilər məsələn. İndi burada da məsələn həmin şeydir. Belə yazıram. Məsələn x A vurulsun B, üstənsin C vurulsun B. Üstənsin tak ki K vurulsun A, üstənsin K vurulsun C. Baxırsan deyirsən müəllim, burada ikisində də B ortaqdır, burada ikisində də K ortaqdır. Burada B-ni çıxardıram çölə. B-ni çıxar qalır A üstəgəl C. Buradan da üstəgəl K-nı çıxardıram çölə qalır A üstəgəl C. Baxırsan K getdi, burada A qaldı, burada C qaldı. Düzdür? Sonra müəllim ikisində də A üstəgəl C ortaqdır. A üstəgəl C-ni çıxartdım çölə. Qaldı B üstəgəl K. O zaman həlva yapsın. Rahat tutardı getdi uşaqlar. Gördünüz? Vurğular ayrıldı. İkisine de A üstə C-ni çıxartmışıq, qaldı B üstə K. Bu da ondandır. Vurğularımı ondandır. Yəni burada qorxu heç nə yoxdur. Burada da öyle idi. Burada idi, hə. Məsələn 30-a bax, 30-a. Bu qalanları yazacaqsınız. 29-dur. Nə bilim nədir? 30. 30 yazaq. Lap gəl 29 yazaq neynək? İkisində də A var. 29-da. 29 yazıram buraya. Yazıb A-nın kvadratı. Çıxılsın 2AB. Çıxılsın 3AB. Üstəgəl 6B-nin kvadratı. Bax uşaqlar bu ikisində A var. Bu ikisində də nə var? Ben buradan A-nı çıxardacağım. Qalacaq A çıxılsın 2B. Düzdür? Çıxılsın bu ikisində də 3-də var. Çünki 6-nın içində 3 vardı. 6 3-ə bölünür. B də var. 3B-ni çıxardıram çölə. Bax bu tema buradadır. 3B-ni çıxardığında çölə. Bax qabağında çıxma var axı. Buna diqqət eləmək lazımdır. Burada qaldı A plus 6B-dir. Plus 6B. Deyəsəm mənim 6B kvadrat. 6B kvadratını 3B'yə böləndə 6 3-ə bölür. Qalır 2. Düzdür? B kvadratda B qalır B. Çünki 3B'yi mən 2B'yə vursam eləyir 6B kvadrat. Amma burada çıxma yazacağım. Nəyə görə? Çünki burada üst dəyərlisindir. Bax burada üst dəyərlisindir. Bunu biraz sərgəli yazım. Bax plus 6B kvadratdır. Plus 6B kvadrat. Düzdür? Əgər mən bax burada çıxmanı çıxmaya vuranda üst dəyərim olur da. Mən burada plus yazsam mənfi olar. Burada mənfi yaranmış olar. Amma burada üstəlimə. Demək mən məcbur burada çıxılsın 2B yazıram. Məcbur burada çıxılsın 2B. Tutdunuz temanı. Burada da A çıxılsın 2B'ni çıxardıram çölə. Qalır A çıxılsın 3B. So. Bu qədər rahat. Yəni nə deməksən? Plusunda problem yoxdur. Minusunda nə var? Məsələn, görsən burada çıxılsın 3B-ni çıxardıbsansa. Burada mənfi 3B-ni mən 2B-yə vursam, müsbət 2B-yə vursam, mənfi 6B kvadrat eləyir. Amma burada müsbətdə axı. Demək, mən mənfini mənfiyə vursam müsbət eləyir. Demək, burada çıxılsın olmalıdır. Çox tardı getdi. Onu nəzərə almaq lazımdır. Qabaqda mənfi olanda onu nəzərə almaq lazımdır. Yəni, tardı getdi. Hə. 30. Sualınızın vurğuları ayırın. 30 rahatdır. Hə. İndi 3 hədli nətər vurğuları ayırırıq? Bu 31. İzah edirəm 31-i. 3 hədli nətər vurğuları ayırırıq? Məsələn, yazılıb nə? X-in kvadratı plus 8x plus 15. Bax. 31. X-in kvadratı üstəgəl 8x üstəgəl 15. Bax, bu nətər ayrılan vurğuları deyirəm. Uşaqlar, elə 2 dənə də tapıram ki, onların hasili 15 olsun. Bax, yazıram. Hasili 15. Cəmi 8 olsun. Bax, Ayaz bunu yazırdı. Məsələn, müəllim 1-dən 15. Hə, 1-dən 15-in hasili 15-dir, amma cəmi 8-dir, yox. Demək, mən 3-lə 5-i götürə bilərəm. 3-lə 5. Bax, 3-ü vursam 5-ə, 15 eləyər. 3-ün üstünə 5 neçə eləyər? 8 eləyər. Avtomobilim var, sığortanı eləyəm. Hə. Avtomobilimiz də olmadı. Hə, 15.
Bax, cəmi 8 oldu, hasili 15. Bax, bu 3 ilə 5 ədədləri var ha, 3 ilə 5. Bu 8x-in üstündə işləyəcək. Yəni olacaq bax belə. 8x-i belə yazacağam elə bil. Yazacağam x-in kvadratı üstəl 3x üstəgəl 5x üstəgəl 15. Gördünüz? 3x-in üstünə 5x gələndə 8x eləmir. Bax, bunu 15-in vurğularına görə, 3-ə 5-ə görə parçaladım. Aydındır? Ondan sonra görün nə olacaq. Bununla da bunu qruplaşdıracağım. Bu ikisindən x-i çıxardacağım. Qalacaq bunda x üstə gəlinsin 3. Üstə gəlinsin bu ikisindən də 5-i çıxardacağım. Qalacaq x üstə gəlinsin 15-i 5-ə böləndə 3. İkisində də x plus 3 var. Mənim x plus 3-ü çıxardacağım çölə təzədən. Bunda qalıb x, bunda da qalıb 5 plus 5. Gördünüz? Bax belə. 31-də belənsiz. Bunların həllərini verirəm. Baxın, öyrənin. X plus 3, x plus 5. Bu deyəcək B variantı. Məsəl üçün 32-də. 32, x-in kvadratı plus 7x plus 12. Bunu öz yazacaqsınız. 12-ni 4 vurursun 3 kimi yazacaqsınız. Baxın, 32-də getdi. Keçək neçəyə? 33-ə. 5x plus 6. Məsələn, 6 2 vur 3 döyür. 2x 3x. 6x plus 5. Bax, burada saçmayın. Burada 5 nədir? 1 vur 5 döyür. Demək yazacaqsan belə. X-in kvadratı üstəgəl x, üstəgəl 5x. Çünki x-in üstə 5x 6x idi. Üstəgəl 5. Tutar getib. 1-i 5-ə vuranda 5 eləyir. 1-in üstünə 5, 6 eləyir. Bax, görsən 6-nı da alır. Sonra bunu ayıracaqsan. X-in kvadratını buradan x çıxar, x plus 1. Buradan 5-i çıxaracaqsan. Qalacaq x plus 1. Təzədən belə. Yəni yazacaqsan. Qorxmayın. Bunu ama yazın. Bunu yazsınız, canavarsınız. Sonra məsələn 35 yazıram. Hə, çıxmasınız burada biraz problem ola bilər. Nətər problem olur? Yəni rəqəmləri tapmaqda çətinlik çəkə bilərsiniz. 35 yazılıb x-in kvadratı minus 3xy plus 2y-in kvadratı 35. X-in kvadratı bax 35 yazıram. X-in kvadratı minus 3xy plus 2y-in kvadratı. Belə yazılıb. Dedim ki, elə bir də tapmalıyam ki, onların hasili 2 olsun, cəmi mənfi 3 olsun. Bax 3 yox, mənfi 3. Görsən çıxma var qabağında. Elə ki də tapım ki, hasili 2 olsun, cəmi mənfi 3. Müəllim, mənfi 2 ilə mənfi 1. Bəli. Mənfi 2-ni vursam mən mənfi 1-ə eləyəcək 2-yi. Mənfi 2-nin üstünə mənfi 1 eləyəcək mənfi 3. Tutardı getdi. Demək mən bu 3xy-i ayıracam. Yazacam belə. X-in kvadratı çıxılsın 2xy, çıxılsın 1, yəni xy, üstəl 2y-in kvadratı. Görsən, parçaladım ortadakini. Mənfi 2, mənfi 1. Bu mənfi 2, mənfi 1. Sonra bu ikisindən x-i, bu ikisindən də y-i çıxardım. Bu ikisindən x-i çıxardıram. X-i çıxardıram, qalır x minus 2y. Bax, x-i çıxartdım, bir dənə x qaldı bunda. Bunda bir dənə x qaldı. Burada da nə qaldı? X getdi, qaldı 2y. Çıxılsın, bax, yenə həmin o çıxma teması. Buradan da y-i çıxardıram. X, bax, burada üstəlmədə axı. Burada məcburam çıxma yazıb ki, çünki bu çıxmanı bu çıxmaya vursam üstəlməyə dönər. Düzdür? Çıxılsın 2y. So. Tutardı getdi. Bu da bərabərdir. Nə olsun burada üstəlmədir? Bu üstəlməni almaq üçün mən məcburam ki, mənfi y-i mənfi 2y vuram ki, müsbət 2y eləsin. Sonra ikisindən də x minus 2y çıxardıram. İkisindən də. Çıxartdım, nə qaldı? X çıxılsın y. Tutardı getdi. Vurğular ayrıldı 35. Gördünüz? Bax. Beləncə qəşəng sual idi. 36 da o qaydanı özü yazacaqsınız. 37. 37 yazıb ki, a vurulsun x minus 3 bərabərdir. X-in kvadratı minus nə olarsa. Demək sən birinci ya bu x-in kvadratı minus x minus 6 var ha. Bunu vurğulara ayırmalısan. Bunu vurğulara ayırmalısan ki. Bax, yazılıb nə? A vurulsun, bunu yazım səliqəli. A vurulsun x minus 3 bərabərdir. X-in kvadratı minus x minus 6. Aha, bunu köçürəcəm indi. Texnologiya, görürsünüz? Getdi. Ay. Hə, gətirdik bura. Gördünüz inşallah. Biraz da götürək. Hə, indi mən demək bu vurğulara ayrılıb da. Bu ifadə vurğulara ayrılıb. Gəlib olub bunun kimi. Düzdür? Nəsə vurulsun, nəsə olub. Demək mən burada x-in kvadratı çıxılsın x, çıxılsın 6-nı vurğulara ayırsam, nətər ayırım müəllim? Elə ki, nə də tapım ki, onların cəmi mənfi olsun, hasili mənfi olsun, cəmi isə mənfi 1 olsun. Aydındır? Müəllim, mənfi 6-nın hansılardır? Müəllim, 2, 3.
Ay bala olmaz. 2 ilə 3-ün cəmi 5 eləyir. Müəllim mənfi 2 ilə 3. Mənfi 2-nin üstünə 3 gəndə müsbət 1 eləyir. Müəllim mənfi 3 ilə 2. Aha. Mənfi 3 2-yə vuranda mənfi 6 eləyir. Mənfi 3-ün üstünə 2 gələndə mənfi 1 eləyir. O, alındı müəllim. Bax burada mənfi 1-dir. Gördünüz? Demək mənfi 3-dən müsbət 2-dir. Demək olacaq mənim ifadəm belənçiyinə. Bu x-i da çəkin buradan. İfadəm olacaq belənçi. X-in kvadratı çıxılsın 3x üstə gəl. Çünki müsbət 2-dir axı bu. Üstəl 2x minus 6. Görsən mənfi 3-ün üstünə 2 gələndə onsuz da mənfi x eləyir. Bu ifadə alınır yenə. Ondan sonra halva. Bununla bu, bununla mı? İndi bax x-i buradan çıxartsam, nə qalacaq? Bunu belə eləyək. Hə. X-i çıxartsam buradan qalacaq x çıxılsın 3. Üstə əlinsin 2 vurulsun x minus 3. İkisindən də x 2-ni çıxartdığımda qaldı. Sonra x minus 3-ü çıxardıram şöyle. Qalır x plus 2. Demək bu beləymiş. X minus 3 vurulsun x plus 2 imiş. Həmən burada da x plus minus 3 var. Vurulsun a. Demək a nəymiş? X plus 2 imiş ki. Vuruğu imiş də. A bərabərdir x plus 2. Gördünüz? Bax, belənçi şeylər var ha dünyada. Bu da belə. Bu da belə. 30 neçə idi bu? 30. Hə. X plus 2 aldım da. D variantı. Neyse x minus 2 aldım ya, x plus 2 aldım. X plus 2 aldım. Hə, B variantı. Bu da qayda ilə. Bax, elə 2 də tapacağım. Onların hasili mənfi 6 eləyəcək. Cəmi müsbət 1. Bu olacaq 3-dən mənfi 2. Çünki 3-ü mənfi 2-yə burada mənfi 6 eləyir. 3-ü üstündən mənfi 2 gəndə müsbət 1 eləyir. Bax, plus 3x minus 2x minus 6 yazacaqsınız da. Yəni, onu elə yazacaqsınız. Tutar getdin. Bu da vurğular ayrılmadı. Bunun ikisində x-in kvadratı ilə y-in kvadratı da ortaq olan. Çıxardırsan çölə. 40'dır, çox rahatdır. Sonra çıxardacaqsınız. 41. Çox hədli birinci vuruq A-dır. İkinci vuruq B plus C-dir. A-nı B-ni tap deyir bizə. Məsələn 41'i qoy yazaq bura. 41 nə deyir bizə? Deyir ki AC plus 2C 41. AC plus 2C plus 2B plus AB. Plus 2B plus AB. Baxın uşaqlar, burada AC ilə C-də C ortağıdır. B ilə burada da B ortağıdır. Yəni burada mən C-ni çıxartsam qalacaq A üstəlik 2. Plus bu ikilərdən də B-ni çıxartsam yenə qalacaq nə? 2 üstəlik A. Yəni A üstəlik 2 ilə 2 üstəlik A yeni şeydir də. Yəni sonradan A üstəlik 2-ni mən çıxartsam sonra qalacaq C üstəgəl B. Bax ikisindən eyni şey çıxartdım sonra qaldı C üstəlik B. So, demək B üstəlik C-ni verib ikinci vuruq. Demək birinci vuruğum nədir? Bax burada verib. B üstəlik C-ni verib ikinci vuruq. Düzdür? İkinci vuruq verib. Demək birinci vuruğum nədir? A üstəl 2'dir. B üstəl C verib ikinci. Demək birinci vuruğum A bərabərdir. A üstəl 2'dir. Düzdür? Birinci vuruğum. Bu da həmin qayda ilə tap B-ni tapacaqsın. Sonra onların fərqi. B-ni yaxşı tapaq. AC çıxılsın AB. A-nı tapdıq. İndi nə yazıb? AC çıxılsın AB. Çıxılsın 2C üstəlik 2B. Çıxılsın 2C üstəlik 2B. Yəni uşaqlar burada nə iş görəcəyik? Buradan A ilə A ortaqdır. Burada da 2'lər ortaqdır. Bərabərdir. Bərabərdir. A-nı çıxardacağım. Qalacaq C çıxılsın B. Çıxılsın 2. 2'ni çıxardıram. C çıxılsın B. Çünki burada üstəlmədir. Mənfini mənfiyə vursam müsbət olar burada. Plus yazsam B, mənfi 2B olar açılışı. Mənə lazım açılışında da bunu alım da təzdən. Demək mənfi olacaq. İkisindən C çıxılsın B-ni çıxardıram çölə. Qalır A çıxılsın 2. A çıxılsın. Bunu çıxartdım çölə. İkisindən C minus B-ni. Qaldı A minus 2. C minus B, A minus 2. İndi burada mənim C minus B var. Demək B çox adlıcı da A minus 2'dir. B də bərabərdir A minus 2'dir. Mən sizə çox adlının çıxmağı demişdim. A minus B fərqi. Mənə deyir ki A minus B-ni tap. Çox adlının mötərizdə yazıb çıxır. A plus 2'dir. Çıxılsın B də nə idi? A minus 2. Bax mötərizənin içində yazıb çıxıram. Sonra olur nə? A plus 2 çıxılsın A plus 2. A ilə A getdi. 2'nin də üstünə 2 eləyir nə? 4. Bax bu mənfi bunu elədi nə? Açanda müsbət elədi. Gördünüz? Dəyişdi içəridəki işarəni. 4. Cavab 4. Gördünüz? Bu da elədi A variantı. 42'nin o qədərini yazacaqsınız. Uşaqlar baxın 35 dəqiqədə mən dayanmadan izahat verirəm. Gəlib 41'ə çıxmışam. Yəni
Riyaziyyatla yarım saat, 10 dəqiqə, 15 dəqiqə məşğul olmaqla heç öyrənməzsiniz. Hə, fasilə ver, arada 5 dəqiqə çay iç. Amma tutmağa çalış. Nəysə başa düşmürsən, təzədən qayıt arxaya, videonu arxaya tutmağa çalış. Yəni öyrənin də, bu hər şey asan deyil. Amma görürsən asan deyil. Yəni, nə qədər xırdalıqlar var, onları bilmək lazımdır. Elə hər dəfə mənfi müsbət söhbətini qarışdırırsınız, mötərizəyə çıxma, vurğular ayırma qayıt, nə oldu? Öyrənmək lazım. Yəni çətin də deyil, amma asan da deyil. Yəni oxumaq, çoxlu oxumaq lazımdır. Çox əldə şeyini yazım, sahəsini tapmaq üçün bunları toplamalıyım da hamısını bir-biri ilə. 2x kvadrat, üstəl 3x, üstəl 4x, üstəl 6 hamısı toplasın. 3x-in üstünə 4x 7x eləyir. Qalır nə? 2x kvadrat plus 7x plus 6. Mənə nə deyir? Sonra vurğuları ayırın. Bunu tapdım. 2x kvadrat plus 7x plus 6. Sonra bunu vurğulara ayırmaq lazımdır. Eyniləri topladım da 3-üstünə 4 gələ bilərəm. 3x-ə 4x də başqa. Sonra vurğulara ayırın. 2x kvadrat plus 7x plus 6 vurğulara ayırın. Heç bunu bax, belə toplamadan da ayırmaq olar. Beləncə ayırmaq daha rahatdır. Belə qalır bax, baba 2x kvadrat. Arada da yazıram bax. 2x kvadrat üstəl 3x üstəl 4x üstəgəl 6. Belə yazıram. Bunu ayırmaq daha rahatdır. Çünki parçalanıb hazırdır. Aydındır. Burada baxıram ki, mən tutaq ki, buradan x-i çıxartsam ilk 2 dənədən. X-i çıxartsam, bunlardan da 2-ni çıxartsam. Düzdür? Buradan x-i çıxartsam nə qalacaq burada? 2x qalacaq. Çünki 2x kvadrat idi. X-in birini çıxartdım. Üstəgəl 3 qalacaq. Düzdür? Plus bu 2 dənədən nəyi çıxarda bilərəm? İkisi də 2-yə bölünür də bir dənə. 2-ni çıxarda bilərəm. 2-yə böləndə qalacaq 2x. Altda 2-yə böləndə plus 3. Görürsünüz? İkisində də 2x plus 3 əmələ gəldi. Eyni şey əmələ gəldi. Sonra 2x plus 3-ü çıxardacam çölə. Qalacaq x plus 2. Qutardı getdi. 2x plus 3, x plus 2 A variantı. Gördünüz 44 də o qayda inandı. 45. 45 nədir? Bax yazın 44. Videonu saxlayıb yaza bilərsiniz. Əvvəlki qaytarıb sərgəşəli yazın. Bax sərgəş yalan dəftərini yazın. 45. Xüsusən də Turqay sənin dəftərində sərgəş istiyorsa məndən incimə. Sərgəli yaz. O özlər sərgəli yazacaq bilirəm. 45. Dərəcəsini tapın. 9x üstü 4 plus 8x'in kubu çıxılsın 3x'in kvadratının kvadratı plus 7x çıxılsın 6. Bərabərdir. Uşaqlar 9x üstü 4 olduğu kimi qaldı yerində. Üstəlisin 8x'in kubu çıxılsın 3'in kvadratı nə qədər? Bu kvadrat ikisinə də aiddir axı. 3'in kvadratı nə qədər? 9. X'in kvadratı x üstü 4. Plus 7x. Bunlar getdi. Qaldı nə? 8x'in kubu plus 7x. Dərəcəsini tapın. Dərəcə təbii ki 3'dür. Çaşıb 4 deməyin. 4. Görsən bunlar gedir, bir-birini yeyir. Qaldı 3. Ən böyük olanda 3. 45 belə getdi. Sonra nə qaldı? Hə, keçək bura. Burada nə var? Yenə eyni şeydir. Bax görsən, bununla bu gedəcək. Bununla bu gedəcək. Qalacaq x kvadrat. Dərəcə olacaq 2. Vurğulara ayırın. Bax fikir ver. X üstü 6. 47-ci sualdır. Üstəl x üstü 4. Üstəl x üstü 2 plus 1. Bax bu qəşəngdir. Bax ilk 2 dənədən x üstü 4'ü çıxarda bilərəm çölə. X üstü 4'ü çıxartsam çölə. Burada qalacaq x üstü 2. X üstü 4'ün yerində qalacaq 1. Çünki x üstü 4'ün özünü çıxartdım çölə. Plus x üstü 2 plus 1 burada hazırdır. Hazırdır. Heç ehtiyac yoxdur. İkisindən də x üstü 2 plus 1'i çıxardacam çölə. Qalacaq nə? X üstü 4 plus x üstü 2 plus 1'in yerində 1 qalır da. Böldüm axı onu. İşte bu. X üstü 2 plus 1, x üstü 4 plus 1. Gördünüz? Nə qəşəng misaldır. Belə qorxmayın. Xeyt də belə. Sonra 48 eyni qayda. 49. Perimetrini tapan neysən? Toplayıb 2'yə vuracaqsan. Bunları toplayıb 2'yə vuracaqsan perimetri tapanda. Bu çox hədləri toplayıb 2'yə vuracaqsan. Başlayalım.
Bu 50 maraqlı sualdır. Bu 50'nin qəşəng variantını deyəcəm sizə. Eləməyin. Heç vurğulara ayırmaya ehtiyac olmayacaq. Bu x heç bunun vurğularından biri. Çünki bunların hamısında x var. Bax. Bu x-i çıxartsam çölə qalar burada x-in kvadratı plus x minus 2. Görsən vurğularından biridir. Bu x yerindədir. X bunun vurğularındandır. Və x plus 2 bunun vurğudu yoxsa yox. Bax birisini edirsiniz. X plus 2-ni sıfıra bərabər edirsiniz. X bərabərdir mənfi 2. Mənfi 2-ni gətirib yazsam burada yerinə. Gör əgər bunu sıfıra çevirirsə bunun vurğudur. Çevirmirsə vurğu deyir. Bu mənfi 2-nin kubu mənfi 8 eləyir. Çıxılsın üstərinəsini 2-nin mənfi 2-nin 4 eləyir. Çıxılsın mənfi 2 vurulsun 2 plus 4. Sıfıra çevirir. Demək bu bunun vurğularından biridir. Heç vurğuları ayırmasınız da olar. Yəni yoxlayıb tapacaqsınız elə. Bax burada eləyir nə? 50-də. X minus 1 bərabər 0, x bərabər 1. 1'i gətirib qoysan yaxın. 1 üstünə 1, 2, çıxanda 2, 0. Demək elə burada x mənfi 1-dir. Ödəməyən. X minus 1 0 olsa x mənfi 1 olar. Düzdür. Bu 0 olsa x mənfi 1 olar. 0-dan 1 çıxanda mənfi 1 eləyir də. X mənfi 1 olar. Mənfi 1 deyəsə bunu ödəməz. Mənfi 1, üstə 1, üstə 2 görsən 3 alınmadı. D variantı. Yəni 0-a çevirirsən, orada tapdığın x-i gətirib qoysan burada yerinə. Ödəmirsə, 0 eləmirsə, demək vurğularından deyil. Dərəcəsini tapın uşaqlar. Bax, burada 4 yazıb. Amma burada 3-ün üstündə 2, 5 eləyir. Görürsən? C variantı. Sadələşdirəcəksən. Sadələşdirəcəksən. Mənfi a üstü 3 eləyir. Mənfi a üstü 9. O da dəyər mənfi eləyir. Müsbət a üstü 9. Başlayırsan hesablanmağa. 9 deyil bunun dərəcəsi. Cəmini tapın, toplayacaqsan. 2-dən çox ədildir. Hasilini tapın. Standart şəkiliyyətinin hasilini tapınmaq deməkdir. Standart şəkiliyyətini bir-birinə vuracaqsınız. Vurğulara ayırın. İkisində də nə var? X var. X-i çıxartdım. Y minus 4 qaldı. İkisində də nə var? 3 var. Çıxılsın 3-ü çıxartdım. Y minus 4. Çünki mənfi 3-ü mənfi 4-ə vursam müsbət 12 eləyir. So Y minus 4-ü çıxartdım çölə. Qaldı nə? X minus 3. Gördünüz? Belə. Belə. Sonra 57 də o qayda ilədir. 58, 50. Vurğulara ayırın. Bax, hasili 12, cəmi 7. Bax, belənçi ilə. İfadəsini sadələyək. Vuru basacaqsan 60-ı. 60-ı. Vuru basıb sadələşdirəcək. Hamısını vuru basıb sadələşdirəcəksin. Görüm 60-ı kim sadələşdirəcək. Neyini? 60-a qədər yazın. Görəm çox yorularsınız. 10 dənəni, 70 dənəni burada yazarıq. 10 dənəni burada yazarıq.